Salam hörmətli Neftçi TV izləyiciləri. Askarenadan hər birinizi salamlayırıq. Bugün AFFA U14 liqasında komandamız Vətən kollektivinin qonağıdır. Komandaların heyətlərini nəzərinizə çatdırın. Vətən komandasında qapını 99 nömrəli İbrahim Mirzəyev qoruyur. 5. Kənan Əzimov. 4. Aslan Əhmədli. 17. İbrahim Xəlil Aşurbəyov. 2. Emil Mehdizadə. 8. Turqut Quluzadə. İndi isə Neftçinin heyətini nəzərinizə çatdırım. Komandamızda qapını 1 nömrə Zəkka Həmidli qoruyacaq. 3. Komandanın kapitanı Emil Quliyev. 2. Harun Əliyev. 4. Hüseyin Əfəndiyev. 5. Hüseyin Əliyev. 7. Sübhan Əlizadə. 8. Davud Hüseynov. Son yoxlanışları da tamamladı. Fit səslənir və Vətən Neftçi qarşılaşması başladı. Neftçiyə uğurlar arzu edirik. Burada Davud Hüseynov rəqibə mane olmağa çalışırdı, ancaq Vətən komandasının hücumu davam edir. Qapıya zərbə indirilir və hesab açılır. Oyunun 11-ci dəqiqəsində meydan sahibləri hesabı açdılar. 27 nömrəli oyuncu Nasir Baxışlı cərimə meydançasına daxil oldu və canlı səddə 5 oyuncu dayanıb. Vətənin fit səslənir. Sultan zərbə indirir. Orucov! Gol! 1-1. Cərimə zərbəsindən fərqlənir Sultan. Orucov. Komandamızın ən məhsuldar futbolçusudur. Bu oyunda da rəqib qapısına yol tapır. Cərimə zərbəsindən topu qapıdan keçirdi Sultan. Oyunun 17-ci dəqiqəsində hesab bərabərləşir. Erkən cavab verdi rəqibin qoluna Neftçi. Sultan Orucov ondan sağcına ötürmə. İndi Sultan Orucov! Orucov! Mükəmməl gol! Sultan Orucov itdi bucaq altında. Topu qapıdan keçirir 75-ci dəqiqədə. Hesabı 2-1 etdi. Hamı burada ondan ötürmə gözləyirdi, ancaq Sultan Orucov yoxladı qapını və daha bir qol vurur. Komandamız bu oyunda hesabda geridə idi və Sultan Orucovun qolları ilə artıq hesabda irəlidə olan tərəf Neftçidir. Əla bir qol vurur Sultan. Müdafiənin gerisinə pas yaxşı alındı və top dirəyə dəyərək qapıdan keçir. 79-cu dəqiqəsində hesabı növbəti dəfə bərabərləşdirir və dərhal 80-ci dəqiqədə artıq qarşılaşmanı yekunlaşdırır hakim və U14 liqasının Vətən Neftçi qarşılaşması 2-2 hesabı ilə başa çatır.